Səhih hədislərin birində belə deyilir. Bir gün Peyğəmbər sallallahu aleyhi ve sellem bir əlində ipək, digər əlində qızıl tutmuş halda səhabələrin qarşısına çıxıb dedi, bu ikisi ümmətimin kişilərinə haram, qadınlarına isə halal edilmişdir. İpək və qızıl. Ayətdə isə zinətlər halal edilir, ümumən. Ümumən. Ancaq kişiyə qızıl taxmaq olar? Xeyr. Nəyə əsasən deyirik xeyr? Bu hədisə görə. Kişilərə ipək geymək olar? Xeyr, haramdır. Niyə görə? Bu hədisə görə. Və ona görə bilin ki, hədis də, yəni sünnədə söhbət mötəbər səhih hədislərdən gedir. Demək, hədis də hökm yönündən Quranla bərabərdir. Hökm yönündən. Nəyi ki, Quranda haram edilirsə, sünnədə o şəkildə haram etmiş olur. Yəni, elə şey yoxdur ki, bu şey sünnədə haram gəlibsə, onun haramlığı Qurandakı haramlıqdan fərqlidir. Xeyr, fərq etmir. Çünki وَمَا يَنْتِقُ عَنِ الْهَوَا اِنْ هُوَ إِلَّا وَحْيٌ يُوهَا Allah Teala Peyğəmbər sallallahu aleyhi ve sellem barədə buyurur ki, onun danışdığı heç biri onun havasından deyil, o yalnız və yalnız ona vəhin olunanı danışır. Əl-Hakim rəvayət edir ki, ötən misallardan bəyan olur ki, şəriətin başa düşülməsində sünnənin böyük rolu vardır. Və Quran-ı Kərimi yalnız hədislərlə yanaşı düzgün anlamaq mümkündür. Birinci misalda səhabələr ümmətin ən fəzilətli, ən zəkalı, ən elmli insanları olmalarına baxmayaraq zülm sözünü lüğəti mənada başa düşmüş və bu sözün verdiyi mənanı başa düşməkdə səhv etmişlər. Əgər Peyğəmbər sallallahu aleyhi və səlləm onlara zülm sözünün şirk olmasını izah etməsəydi, biz də bugün ayəni səhv başa düşərdik. Allaha həmd olsun ki, Peyğəmbərin sallallahu aleyhi və səlləmin sayəsində bizi bu səhvdən qorudu. İkinci misalda isə hədis olmasaydı, səfərdə namazın hansı halda qısaldılmasını bilməzdik. Çünki ayənin zahiri mənasına görə yalnız təhlükə mövcud olarkən namazı qısaltmaq olar. Üçüncü misalda isə hədis olmasaydı, çəyirtkə, balıq, qaraciyər və dalar kimi nemətləri özümüzə haram etmiş olardıq. Dördüncü misalda Peyğəmbərimizin sallallahu aleyhi ve sellem bəyanı olmasaydı, vəhşi heyvanlardan köpək dişli və caynaqlı quşları da halal edərdik. Beşinci misalda isə hədislər olmasaydı, kişilərə qızıl və ipəyi halal etmiş olardıq. Ona görə də sələflər deyirlər ki, sünnə Quranı şərh edir. Sünnə Quranı şərh edir. Başqa sözlə desək, Quranın sünnəsiz anlamaq mümkün deyildir. Sünniyə ehtiyac duymadığını iddia edənlərin zəlalətdə olmaları barədə isə onu deyə bilərik ki, bugün dövrümüzdə özlərini Qurançılar adlandıran toplum var ki, sünnəyə ehtiyac olmadığını iddia edirlər. Əslində isə onlar Qurançılar deyil, onlar azğınlardır. Çünki onlar həqiqətdə Quranı olsaydılar, Quran-ı Kərim başdan başa sünniyə tabi olmağı əmr edir. Çünki Quranı yaxşı oxuyub dərk etsəydilər, Allahın Peyğəmbərə sallallahu aleyhi ve sellem itayət etməyi əmr etdiyini bilər və azmazdılar. Peyğəmbərimiz sallallahu aleyhi ve sellem belə bir toplumun gəlməsini əvvəlcədən ümmətinə xəbər vermiş və onları bundan çəkindirərək demişdir. Sizdən biri taxtına rahat dirsəklənərək mənim əmrlərimdən və ya qadağalarımdan birini eşitdikdə, bilmirəm, Quranda nə tapsaq ona tabi olaraq deyənlərdən olmasın. Demək, Peyğəmbər sallallahu aleyhi ve sellem öncədən xəbər verib ki, 1400 il bundan öncədən elə bir azğın insanlar gələcək ki, öz taxtı tacına, dirsəyinə söykənərək oturacaq və ona Peyğəmbərdən hər hansı bir əmr və ya qadağa gələndə deyəcək ki, əşi Quranda varsa götürürük, yoxdursa götürmürük. Deyir ki, belə kəslərdən olmayın. Belə kəslərdən olmayın. Tirmizi, Abu Davud rəvayət etmişdir.